Miyomalarınızı nəzarətdə saxlayırsınız. Hər 3 aydan bir, 6 aydan bir və yaxud da heç olmasa ildə bir dəfə ultrases müayinəsindən keçirsiniz. Görəsiniz ki, miyomaların ölçüsündə, sayında hər hansı bir artım varmı? Miyomadan çox qorxursunuz. Amma nədənsə çox gizli halda gedən və qadınların başına çox böyük bəlalar gətirən 8 qadından birinin süd vəzi xərçənginin namizədliyi olan süd vəzlərinizi yadınızdan çıxarırsınız. Anamnez toplayıram, 95% qadınlar süd vəz müayinəsindən keçmir və deyirlər ki, məni incitmir, əlimə heç nə dəymir. Əgər əlinizə nəsə dəysə, o artıq çox təəssüf ki, süd vəzi xərçəngi ola bilər. Necə ki, hər 6 aydan bir kiçik çanaq orqanlarınızı ultrases müayinəsindən keçirirsiniz, elə də süd vəzlərinizi ildə bir dəfə çox xahiş edirəm müayinədən keçirəsiniz. Sağ olun, sağlam olun.